Bu sözüm həm valideynlərədir, həm də abituriyentlərə. Demək 2015-ci ildə mən, imtahan vermişdim və, nə 9-cu sinifdə, nə 10-cu sinifdə hazırlığa getmişdim. 11-ci sinifin oktyabr ayında. Yadıma gəlir ki, hətta gecikmişdim, kursa yazdırdım mən valideynlərim. Oktyabrdan başladım, iyun ayına qədər, səhv etmirəmsə 9 ayıdır. Hazırlığa getdim. Hazırlığa başlayanda da artıq, gecikmişdim, məcbur idim, kitabları başdan öyrənim, başdan oxuyum, testləri başdan işləyim ki, keçirilənləri də, necə deyim, bilim. Və, hazırlaşdım. Mənə axırda kiminəsə görə çox ola bilər, kiminəsə görə az ola bilər. 512 bal toplayıb Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinə qəbul oldum. Sözümün canı nədir? Hə, bu qədər, informasiya bolluğu olan bir dövrdə, bu qədər, ödənişsiz qruplar, pulsuz seminarlar olan bir dövrdə bunları qoyaq kənara, valideyn əziyyət çəkir, pul ödəyir, uşaq hazırlaşdırır. Amma abituriyentlərin əksəriyyəti, dərslərinə, hazırlıqlarına laqeyd yanaşırlar. Ən çox da bunları qızlarda müşahidə etmişəm. Demək, kitabın arxasından testləri, köçürtmək, nə bilim, dərslərə, məsuliyyətsiz yanaşmaq, məqsədi olan biri valideynin əziyyətində görər və gecə-gündüz, məqsədinə çatmaq üçün, demirəm 1 ilə, 2 ilə istədiyi nəticəni göstərə bilər.